Qardaş, indi mən sizə 5-6 dənə suallar verəcəm. Şərt ki, biz onu rəhbərliyə göndərək. Başa düşdünüz necə? Elə çox çətin suallar deyil burada. Siz bildiyinizə görə bizdə 500-600 manatlı maaş. Biz sizi sualsız heç cür qəbul edə bilmərik, mümkün deyil. Ha qardaş, problem yoxdur. Bəs təxmini olaraq nə suallardır? Ağ qoyunlu, qara qoyunlu dövlətində qara qoyunun neçəsi xəstəlikdən ölüb? Ay qardaş, bu nə sualdır? İşlə bağlı sual verməli idi. 7 gözəl əsərində neçəsi makyaj gözəl idi? Ay qardaş, mən nə bilim bu nə suallardır? Anan səni tualetdən sonra balaca vaxtı yurdan birinci yoxsa tualet kağızından silirdi? Ay qardaş, yurdu sonra tualet kağızı ilə quruluyurdu. Bu nə sualdır amma? Real Madrid Barcelona oyununda B2 sektorunda sol ikincide oturan sarı oğlanın ən böyük arzusu nə olub? Mən sizi başa düşdüm qardaş. Oldu qardaş, çox sağ olun, minnətdarıq. Deyəsən o məşhur söz yadınızdan çıxdı. Hansı mı? Biz sizə zəng eləyəcəyik.